Siz də narahat eləməyin vallahi. Ya narahat olmayın. Protein zaddır. Bizim evdə qohuma əqrəbə bəsləməyin. Zarmır daşlısı amma. Belə hər şey yaxşıdır, amma pendiriniz odur. Pendir var ha, elə belə pendir deyil. İnanırsan, bu dəqiqə səni yığıldım əməndə. Ürəyimiz birdir də. Sənin hörmətini eləyim, apar qoyun bagaja, heç ər aparmır. Pendirin yası var. Evlənib eləmirsən? Belə şeylər qismət məsələsidir. Başqa da deyir qız söhbəti alınmayıbdır. Kim deyir onu? Hə, kim deyir onu? Aynen, onu sağ kim dedir? Çıxın da mı kəndçilikdən? Əlimin hazırdır. Arada bir vicdanına bıxadnoy ver. Sən bir həftəyə sürprizi göstər. Götür bu vizitkanı. Bir dənə zəif vursan ki, Fariz müəllim 100 kilo pendir var. Fərq eləmir. Çəkə işğalanır, ondan sonra bir tədbir görürsün. Gəlmə. Qorxma mənəm, narahat olma. Nəsə içimdən belə bir his gəldi ki, sən elə mənə oxşursan. Danışırsan sən? Nə oxşamaq? Sən kim, mən kim? Dağsan, daşdan elə bil. Mühtərəmi, mən sənin yerində olsaydım, hamısı döyərdim. Neçə nəfər idilər? Ələm çox idilər. Məni döyüblərsə bir xeyli adam var idi. Arada bir 30-40 nəfər olardı. Oha! Hə. Bəs mənə göstərdiyin dəfəndə niyə eləmədin bəs? Elədin də, elədim əsən. O eləməsəydim, mən indi ölmüşdüm. Mitrimi atmışdılar. Sən də yumruq atanda ya, kinolardakı kimi dış səsi çıxır. Həsən. Ay Həsən. Otağına ged ağıldı bu. Ged otağına. Görüşər yesən, get danışarıq sonra. Üzünə, başına bax. Safsan, çox safsan. İnciməyib balaca qardaşımsan bunu. Niyə bu qədər saf olasın? Nə, yavaş yiyin. Döyəndə də deyirdin, yavaş döyün. Balaca qardaşımsan. Amma bir qıza görə gələrlər. Gördün səndən nətər məzələndir. Ağlın olsun da. Başın qaldır. Başın qaldır, bu həyata biraz ayıq gözlə bax. Başını dik tut. Nə bilim, elə kənddə malqarıya, toyuqçuya o qədər başım qarif ki, adamları tanımağa vaxtım olmuyor. Gecə vaxtı gərək ki, qızın qabağını kəsməzdin də. Qız deyib o. Bədəbətdə deyəcək ki, mənə təcavüz edirdi. Mən də döydürdüm. Nə qarasın onda? Ha? Eləsindən nə desən gözləmək olar. Elə adam hər cür axmaqlıq eləyə bilər. Elə adam hər cür... Ya, yaxşı, nə qədər? Ağ eləmə də, bəsdir, nə təcavüz, nə zad. Bağlayaq bu söhbət. Nəysə, ta oldu köşdü. Ha, bax, görmə, hə? Ha, bax. Vurulub eləməmsən onu. Ya, yox, nə vurulacam vurulmaq? Kim deyib ki, mən ona vurulum? Danışırsan, sən də. Günah elə mənim özümdədir. Səyli eləmişəm, durub basa-basa kətdən gəlmişəm, eləsin dalınca. Ağlım yoxdur, ha. Başım xarabdır. Məni uyandırmır, Və yandırır bəsən. Kaşlokum itib. Mənim hər şeyim oradaydı. Bir də pulum, param, sənət dokumentim. Mənə qədər pulu deyil. Xeyli axbar idi. 1000 manat zad olardı. 1000 manat? Hə. Bu da yanılır sən. İnanırsan Aydan, bütün əsəblərimə toxunur bu söhbət. Bir dənə zarafat gör, hara gəldi, çıxdı da. Gic bəsər, gəlib gecə yarısı qabağıma çıxıb, qolumdan tutur, qoymur gedim. Rauf gil də gəldi, gördü, döydülər bunu. Allah haqqı. Bilgin p***yəm. Bilmirəm kimsə görüb yoxsa yox, mən görməmişəm yəni, amma baxıram kameralar zad varmı? Kamera varsa işte də batdım mən. Neyse, Ayda bütün, nansa ürəyim partlayır, gecə də yata bilməmişəm. Gəlimin onlar söhbət eləyək də rahat yaxşı. Tamam, oldu. Danışaq, tamam. Şimdi de olmaz.
Sənin də civin bək mırtdaşıb da prosta qaqaşına. O yazığım gəldi. Axşam uzanmışdım. Prosta elə bir riski yadıma düşdü. Ürəyim ağrıdı. Ya, çox pis oldu. Arkadaş, palojnası nədə onu eləmiş? Artıq əski zadı yoxdur. Sən də olar ki, onun yerinə gecə yatanda kreditləri, nə bilim bu can verən kruzu fikirləşəsən. Sən yavaş-yavaş belə alçaldırsan, elə bil atdan söz soxursan. Kruz saat. Əzatı onu mən özüm işləyib almışam. Sənin kimi papa şotunu almamışım. Papan olmasaydı indi 100% artısa bir axıran, bir tinə bir söykənib xalalarla zatla çıqqıldaşırdı. Atı da mənim öz atamdır. Kimdən soğuramamışam ki. İnteresi söhbətlər eləyirsən desən. Niyəsə hamının elə bir atasının elə bir vaxtı olub. Bir dənə biz düşməmişik ona. Yaraşıq yox, bəxt yox. Ola bilməz mənə nəsə verilməsi. Prosta nə? Tuta bilmirəm nə? Bu boş ola bilməz. Sənə də mən verilmişəm də. Şəngülüm. Bəs dediyin durdu, gedək. Mən yavaş-yavaş qorxuram ha səndən. Yaxşı, qatıqlama. Qaqaş, qoydum bura, üstü qalsın. Gəl, gedək. Bura bax, maşınla gəlmişsən, kruzuna. Kruz. Arı saxlamısan. Deyə ana tərəfində. Mənə yorma qardaşımsan, gətirdim onu bura. Belə də yox da, buradan gedib ora sənin maşını gətirənəm mən. Yaxşı da, gətir bir dənə diri 50-lik sən deyir, davay. Bura bax, 50-lik şeylə, mənim bəlkə aydan düzəldəsən. Hansı aydan? Aydan da ala. Deyən gələ, sən bir 50-liyi götür, qaqaş, aydan düzələn söhbət. Davay, götür. Kakras kruzu Get, düzəldərəm. artıq atacam, xəbər eləyərsən bura çatanda. Kimsə pərdəni aç, gün işığı düşsün evə. Bir saatdə hardasan? İşim var idi. Ürəyim partlayar da səhər açılan kimi içməsən burada. Düz eləyirəm, yaxşı eləyirəm, zor eləyirəm. İçirsən heç olmasa evdə iç də, gedib ondan pul istəmə. Biabır olmuşam bütün qonşuların yanında. Düz eləyirəm, sən kessesi və sipir. Sən çox qudurmusan, çox. Qudurmuşam mən? Qudurmuşam. Bezmişəm sənin əlindən. Sənin əlindən mən küçəyə çıxa bilmirəm, insanların üzünə baxa bilmirəm. Leş iyi gəlir, səndən də bütün evdən də. Ümumiyyətlə, sənin özündən xəbərin var, sən nə gündəsən? Bomja oxşuyursan, Cəmaat qorxur səndən. Sağ olanda zülüm verdiyim bəs deyilmiş kimi. İndi də şəklini sındırırsan, Belə edirsən ki, səni daha çox nifrət edeyim. Ucu belə olacaq da, hər dəfə bir şey qaynadıb gələcək üstümüzə. Məsələn, bəsdir də, elə bil gəlib dədəsinin evində qalır. Kişinin başına iş gəlir də. Sən bu uşağı nəyə qağlamısan, Qardaşın gəldi, 1 il qaldı burada, hər oqqadan çıxdı, səsimi çıxartdın. O ixtiyarın anası olmasaydı, indi ikimiz də səndən kirayələrdə çürüyürdük. Halal olsun da sənə. Elə düzüb qoşursan ki, bütün nəslində olanlara borclu olmuş oluram həmişə. Yaxşı, hə. Al. Sağ ol. Fərzir, baxacağım. Bəhruz,
Səncə mən burada qalıb işlə tapış deyə bilərəm? Bakıda qalmaq istəyirsən? Nə bilim, Bakıdır da, böyük şəhərdir. Bəlkə də buranın bu sevinci zadı səni alladır, amma sevinci böyük olduğu kimi buranın kədəri də böyükdür, dərdi də böyükdür. Yəni kənddə azmaz dolansınız. Burada nə işləməzsən? Yox, nə işləməzsən deyəndə ki, prosta elə belə risk ağlıma gəldi. Variantdan fikirləşirəm. Qışda getmişdim kəndə. Namiq ilə, qaynım. Hə. Oturub televizora baxırıq, axşam da kənd yerində niyəsiyik ki? Qonşu gəldi, girdi. Gəldi, oturdu, salam verdi, oturdu divanda. Oturub bizlə televizora baxdı. Kino qutardı, adam çıxdı, getdi. Qonşum belə deyirəm, ay Namiq, indi bu nəyə gəlmişdi ki bura? Gəldi, elə belə oturdu. Deyir, nətər yəni, evimizə elə belə oturmağa gəlmişdi. Amma onda çatdı ki, boş şeydir bu şəhərdə, nə bilim, işıqlı parklar, diskotekalar, klublar, mənim cəmaət bir yerə yığışır, edir. Boş şeydir. Xoşbəxtlik bilsən nədir? O, gəlib bir-birinin evində oturmaq, o mehribançılıq. Xoşbəxtlik o deyil, amma xoşbəxtlik nədirsə onun içindədir. Başa düşə, çatdıra bilən fikrimi sən. İnsanın şəhəri. Deyirsən, yəni, şəhərdə baş çıxardan var, ha? Baş çıxardanım deyəndə ki, nə işləmək istəyirsən? Yəni, kənddə mal-qara ilə gənə biraz dolanışığımız var da. Burada sən öz də dərsən heç yeri oxumamışdın, ha? Bilirsən nətər dəqiqə. Mən bu həyatda bir şeyə başa düşmüşəm ki, uşaqları valideynlərin arzusu böyüdür. Mənim nə dədəm olub, nə də ki anam. Bu həyatda heç kimin arzusu olmamışam. Ona görə də sözüm də bilmirəm ki, mən kiməm. Kövrətdin hələ. Heç nə. Qalmaq istəyən şəhərdə qal da, mən ölməmişəm ki. Sən mən rəhmətli xalamın yadigarısan. Mən əlimdən gələni eləyəcəm ki, sən burada qalıb, nəyəsə nail olsun. Narahat ol. Sağ ol, Bəruz. Allah köməyin olsun. Belə mənim özümün də burada sivazlarım var, ha. Nə olsun təzə gəlmişəm. Bir-iki nəfər var. Onlarla sivaz saxlamaq olar. Alo, eşidirəm. Salam əmi, nətərsən? Nə var, nə yox? Qardaş, biraz tez danış da, xahiş edirəm. Biraz başım qarışıqdır. Kimdir ki danışan? Mənəm, ixtiyar. İxtiyar? İxtiyar. Hansı ixtiyardır? İxtiyar da, yaddan çıxartmısan məni. Qardaş, mənim kontaktımda ixtiyar əlindən tərpənməyə yer yoxdur. Pendir söhbəti, vicdanlı oğlan. Tanıdım. Bəbi manya demisən, bayaqdandan. Nağarsan, neysən? Haralardasan, pendir gətiribsən ma? Ümumiyyətlə, sağ bir dənə məsləhət görüm. Çalış gələcəkdə özünü təqdim eləyəndə biraz sürətli ol. Həyat sürətlidir, lənc adamları xoşlamır. Eşitsən mi qadını? Sözünü denən, rahat ol, sözünü denən. Rauf, çoxdan da görsənmirsən, Murad. Salamatçılıqdır. Deyirəm, bu kitay maşınların bazarı qızışandan bəri partladırsan, ha. Yaxşılıqdır. Ha, Murad, yolundadır işlər, yedir, belə özüm qaça-qaçdayam. Vaxtı olmur da görüşməyə. Ay, yerək. Bunun bir dənə bizə vaxtı yoxdur. Bir dənə qız tapıb təzə. Düşüb onun dalınca bütün gün sürünür. Gəlim gicdəmə də, ağzımın danışığını bilmirsən sən. Qardaşım, belə də ki, düz eləyir. Cavan oğlan, imkanı maşallah yerində, özü də yaraşıqlı. Yəni, qalıb ailə saadəti, o da inşallah ki, görəm olur da. Bir dənə söz deyim, qardaşım, bax, subaylıq bir yerə kimidir. Ondan sonrası gedmir, özüm ölüm. Mən səni dəstəkləyirəm, Allah xoşbəxt eləsin. Başqa temadır. Bir dənə mən də bir söz deyim. Mən öncə dəvətnaməni qoxusunu alıram, Allah xoşbəxt eləsin. Elə bir şeydir. Ay kişi, başqa temadır deyirəm, siz də təkərsiz. İndi çatdı, şükür. Üzülü sayı, mən başqa cür başa düşmüşdüm, bağışda da. Qadanlaram, üzürü sayı, mən də səhv başa düşdüm. Sizlik bir şey yox deyə 5 dəqiqə s*** keçirəm.
Qatıq gəlmisən, qatıq da gedəcəksən sən. İndi ki, o zaman utandın da. Qələt belə, qaldırın Evrət, qaldırın bura. Şey bura. Nasтренямızı kağıdı. Düz deyir ha. Ay qız, nəsə xoşuma gəlmədi bu söhbət. Sağ ol. Sən də deyirsən ki, bu Raufgil döyüb qaqaşı. Sən üçün. Buna bax, məhəllədən tapmışam səhər. Külbün başına. 6 manatda kaşlokunda pul var. Görəni bunu milyon olsa neyniyərim? Anası deyəsən ölüb. Travmada var. Görmürsən, dəli-dəli baxır. Xeyirli olsun. Biraz da qorxut məni. Nasıl qorxmamışam axı. Bütün gecə yatmamışam ya Aydan. Neyniyim, Nərmin? Olanı deyirəm də. Əlim quruyardı o gecə yazdığım yerdə. Hardan düşdüm ya bu zibilə. Sən canı ver vura. Vurdum ya. Üstü ürəyim ağzımdadır. Nəsə mənim gözüm su içmir bu söhbətdən. Bax, sənə deyirəm. Bax, Nərmin, sənə deyirəm. Sən nə qədər bu qaqaşla belə danışacaqsan, sənə problem yaradacaq. Ay qız, görmürsən bu Türkiyədəki xəbərləri? Gündə bir qızı öldürürlər. Yəni, belələrindən nə desən gözləyərəm mən. Neyniyim mən? Qulaq as. Deməli, qaqaşı yığırsan, çağırırsan. Biraz xoş danış da. Bas şirin dilinə, deyən ki, sənə zarafat elədim, xəttinə dəydisə bağışda, üzr istəyirəm, falan filan. Çağır, görüşün. Heç nə də, yəni, elə məndən olsa bir 150-200 manat da cibinə pul qoyarsan, görmürsən 6 manat pulu var. Bəlkə də rayona gedə bilmir, ona görə belə aqressivdir. Məncə sən onu çağır, pul da bas cibinə, yola sal çıxsın, geçsin də. Yox, necə sən vurum? Onu elə bilir ki, 100% mən döydürmüşəm onu. Əsəbidir mənə qarşı, mən qorxuram ondan. Dəli kimi də baxır adama. Zəng vurum, nə deyim ona mən? Ay qız, nədən qorxursan? Çağırırsan çox adam olan yerə, deyilə bura. Hamı tanıyır da bizi burada. Demə, ha, Rauf tanıyıram. Demə, sevgilimiz adımdır, vapşə əsəbləşər. Denən ki, bəs üzürü say, mən sənə zarafat eləyirdim, biraz şirin dilinə bas da, mən örgədim onu da sənə. Hətta onu da denən ki, bəs mənim xəbərim yox idi o uşaqlardan da, çünki indi vurub eləyiblər də, elə biləcək ki, sən elədirmirsən. Denən ki, həyətə gəldin, bizim məhlə uşaqları idi da, görüblər ki, mənə söz atmısan falan, elə anlayıblar, ona görə də bəs səni döyüblər. Qəti demə, ha, Raufu tanıdığına. Gör, sən heç nədən xəbərin yoxdur. İnanır görürsən? Ay qız, mal şeydir, niyə inanmır? Yabır olacağım burada da. Yaxşı, Nərmiş, mən getməliyəm. Sən mütləq danış, qaqaşla həll elə. Danışarıq. Vay, baka. Of. Alo. Salam. Necəsən? Yaxşısan? Nəzən vurubsan? Dünən məhəllədə səni döyənləri tanımıram. Yəni, dedim biləsən. Yəni, məhəllədə olan uşaqlardır. Sadəcə mən qışqırmışam, görüblər qolundan tutmuşsan, ona görə vurublar. Qorxursan ki, dostlarını gedib polisə də şikayət eləyərəm? Belə zəh vurub artist isad eləmək Lazım deyil, narahat olma. Amma mən bu işi belə qoymaram. Sənə deyim. Kaşlokun düşüb. Bugün işə gələndə tapdım məhəllədə. İstəyirəm ki, görüşək, kaşloku sənə verim, həm də çay aramızda olan anlaşmazlığı həll eləyək. Söhbət eləyərik. Sən yaxşı oğlansan, həqiqətən, yəni problem olsun istəmirəm aramızda. Görüşmə çox olarsa, gəl kaşloku götürüb gedəcəm. Amma dostlarına çatdırarsan ki, bax onlardan Görüşəcəm. Yaxşımı? Deyək. Nömrəni ver, mən gəlib götürərəm. Sən otur evdə dincəl. Gəlib özün yerinizi biraz orada salasın. Ver, denə. Yox, narahat olma. Başqa bir şey olanmaz. Gedib kaşloku götürüb gedəcəm. Özü mən onsuz da getməliyəm. Bir nəfərlə danışmışam, görüşməliyəm. Kimdə o bir nəfər elə? Var da, qaqa nə varsan?
Aladan çölə çıxırsan, qoy cibində pulun olsun. Yox, yox, mən sən tanrırsan mən Allahın olsun sən belə eləsən. Tamam. Kaşlıqda var idi da götürəcəydim. Eybi yox, yenə də götür. Sağ ol, çox sağ ol. Sağ ol. Telefonunu açıq saxla. Mən sənə 200 manat verdim ki, götür o pulu, get fəhlələrlə otu çörək yey. Düzdür. Sən neynədin? Sən o pulu götürdün. Sağ ol. Salam əleykum. Sən o pulu götürdün, getdin aşağıdan marketdən 3-4 dənə səska, kalbasa, sok-mok alıb gəldin və fəhlələrə deyirsən ki, Fariz müəllim sizə abed alıb. Mən yandıran bilsən nədir? Mənim özüm də fəhləlikdən qalxmışam. Biri var ki, şor çörək yeyən, kebab yeyənə maşenliklə eləsin, fırlatsın ona. Bir də var ki, şor çörək yeyən, şor çörək yeyənə fırlatsın. Sənin kimi adamlar fəhlələrin haqqını yeyən adamlardır. Olmaz ki, gev o 200 manatla götürüb oturub bir qismət çörək yeyəsiniz. Cavab verdən əsusan, zəhrimar Fariz müəllim. Yer rədd ol gözüm qavandan. O pulları da paylayarsan fəhlələrə. Bir də belə şeyin görməyim ha sən. Fariz müəllim, bura qol çəkərdiniz. Sağ ol. Sağ ol. Alo. Hə, ixtiyar. Neyniysən? Nə var, nə yox? Əmi, mən bir nəfər var, onunla görüşəcəm, bir şey götürməliyəm. Sən o adresimi adı, mən özüm gələcəm ora. Yox, valla, əziyyət olmaz. Yaxşı, qoy, gedim çatım ora, sağa göndərəcəm konumu. Sən telefonunu açıq saxla, ha, Lüboy verimə göndərə bilərəm. Yaxşı, davay. Salam əleykum. Hə, bu nə küləkdə, hə. Hə, qaqa. Alo, Axtiyar, nətərsən? Bu şalvarı nə vaxt qaytarsan? Mən 3 gündə girmişəm otağa çıxamıram. Hə, zalım oğlu, gətirib qaytaracam da. Neynirəm sənin şalvarını? Heç mən o şalvarı geyinmirəm. Bakıya gələn kimi özümə bir dənə brend şalvar aldım, qəşəng səviyyə. Sənin də şalvarını qatif qoymuşam kuloka, indi qoy biraz şey eləyim, başım atsın, gətirib verəcəm də. Bildim, sənin başın asılına... Hə, şey eləyim, göndərəcəm da, zalım oğlu. Yaxşı, mən taksim gəldi, sonra danışarıq. Davay. Alo. Saxla. Salam əleykum. Dostumuz razından gəlir. Dəqiqə ya. Vaxtı təlaşqındır. Amma başlayalım inşallah. Dur, baca yerləşsin də, vəziyyətini görmürsən. Nə məcbur TikToka baxırsan? Sən kimsən, hə? Narahat olmayın, çox sağ olun, ehtiyac yoxdur. Özüm bilərəm. Yer geçişinlə məşğul ol. Görmüsən, dərs oxuyuram, imtahanım var. Qutaş onu nəyə dərs oxursan? Görmürəm bəxt onu TikToka baxırsan. Səni qınamıram, səndə günah yoxdur. Məktəbdə rəzət kitabın qalınlığı bu qalınlıqda olur. İnsan və cəmiyyət kitabı nap-nazik olur. Öz o dərsləri mən fikir vermişəm. Həmişə yola verirlər. Salırlar ya 10-cu sinifə, ya 11-ci sinifə. 11-ci sinifdə uşaq gəlir məktəbə. Ya hamı hazırlığa gedir, ya da işin dalınca, gücün dalınca. Mən fikir vermişəm, o dərsi ümumiyyətlə həmişə yola verirlər. Bax, bu da nəticəsi. Belə mənfətsiz vətəndaş yetişir. Dur ayağa, dur bacı otursun. Görün bacı, keç otur. Çox sağ olun. Keç bacı, sən dala keç. Çox sağ olun. Sağ ol. Çox sağ olun. Allah oldu. Sağ olun. Var, belə şeyləri bilmək lazımdır. Sayəsində. Elə ki, harada yaşayırsınız, elə bilirsiniz ki. Düzdür. Belə insanlar qalıbdır. Salam əleykum. Salam. Necəsən? Məhəllə uşaqların haradadır? Ulduz gətirirsən yəqin. Harada gizləniblər? Sən telefonla dedim ki, onun xəbərim yox idi, yəni belə bir şeydən. Burada tək gəlmişəm. 100%. Çox səmimi söhbət eləməyə gəlmişəm səndən. Xahiş edirəm, məndən uzaqdayam. Eyni şeyi təkrarlamaq istəmirəm sənə, amma inan ki, məndən daha yaxşı qız çıxacaq sənin qabağa.
Yaxşı, gəl ona görə barışaq. Sən də qayıt get kəndivə. Yaxşı, çünki bu söhbət uzandıqca daha pis şeylər olacaq. Başa düşürsən də yəqin. Başa düşürəm. Mən sən də başa düşürəm, yəni yol pul vermisən, o qədər yol gəlmisən, pul xərcləmisən. Ona görə də bu pulu götür, qayıt get. Sən... Aha, bizə nə çatmış? Sən nətər belə çirkinləşə bilirsən? Allah Taala sənə belə gözəllik verib. Sən o gözəlliyin içində belə çirkin bir adam yaradıbsan, çıxardıbsan ortaya. Hələ də başa düşmürsən ki, söhbət bu deyil. Anlamırsan məni. Yəni, əgər için rahat olacaqsa, rahatlayacaqsansa, nə istəyirsən deyə bilərsən onu. Hə, rahat deyirəm. İstədiyini deyə bilərsən. Amma sonra çıx get. Mən onsuz da sənə dediyimi demişəm. Bir də kaşlı kolu. Məhvədən tapdım. İkisini də götür, çıx get. Burada şəkil var idi. Sən tapanda ağzı açıq idi, bu yoxsa bağlıydı. Şəkil hanı burada? Şəkil var idi. Bilmirəm, oradaydı axı. Anan ona yeganə şəkilimdir. Hardadır? De görüm. Sən harda tapdın bunu? Mən... Harda itirdin? Harda şey elədin? Bir dəqiqə dayan. Mən baxmamışam bunun için, amma mən görmüşəm, təsadüfən gördüm. Açıldım, içində idi şəkil. Şəkil var idi içində. Mən... Harda açdın? Harda oturmuşdunuz? Mən sakitləş. Mən rəfiqəmlə burada oturmuşdum səhər. O bilsin götürüb baxıb. Harda? Stolda? Orada. Xanım, üzr istəyirəm. Burada şəkil görməmisiniz burada, balaca bir şəkil. Ay oğlan, nə edirsiniz? Mən heç nə görməmişəm. Salam, hər vaxtınız xeyir. Nəsə itirmişsiniz? Şəkil görürsünüz qaba burada, şəkil görməmisiniz. Yox. Üzr istəyirəm. Bilmirəm, xatırlayırsınız, biz rəfiqəmlə oturmuşduq səhər burada. Ola bilsin ki, şəkil düşüb yerə. Bir də onu soruşa bilərsiniz, içəridə bəlkə kimsə götürüb ya... Hə, mən görməmişəm şəkil. Narahat olmayın, soruşub gəlib xəbər edəcəm. Sakitləş biraz da. Şəkildir də, tapıb gətirəcəklər indi. Sən hardan çıxdın mənim qabağıma? Bax, niyə çıxdın mənim qabağıma? Qışqırırsan, cəmaat baxır. Dən şəkildir də, gətirəcəklər, nə olub? Şəkil deyil, başa düşmürsən, sən. Sana çatmır, Özə mən sənin qabağıma çıxmamışam, inşallah da bir də qarşılaşmarıq. Çox üzr istəyirəm, mən uşaqlardan soruşdum. Dedilər, bizə heç kəs şəkil verməyibdir. Əlavətən buranı səhər xadiməçi təmizləyibdir, süpürübdür. Çox güman ki, süpürüb zibil yatıb. Hansı zibil qabını? Harada zibil qabını? Düz çıxın, sol tərəfdədir. Yanıb külü qalacaq, bilmirəm nə olacaq, olanı xatirədir.
niye yanır bu ocaq? Yanıb külü qalacaq. Bilmirəm nə olacaq. Olanı xatirədir. Niyə çıxdıq yola biz? Dəli olub bu dəniz. Bir adadır sevgimiz. Hər yanı xatirədir. Niyə çıxdıq yola biz? Dəli olub bu dəniz. Bir adadır sevgimiz. Hər yanı xatirədir. Kimdir zəng eləyən? Bacışqandır. Dəli olub bu dəniz. Bir adadır sevgimiz. Hər yanı